Bugünkü təlimimiz şəxsiyyət parçalaması haqqında olacaq. Buna dissosiativ şəxsiyyət pozuntusu da deyə bilərik. Dissosiativ şəxsiyyət pozuntusu haqqında ümumi məlumat verəcəm, sonra PDF üzərindən sizə izah edəcəm. Dissosiativ şəxsiyyət pozuntusu yəni tibbi psixologiyada, həmçinin kriminalistikada ən çox araşdırılan, lakin haqqında ən az məlumat olan mövzulardan biridir. Adından göründüyü kimi bir şəxsiyyət pozuntusudur. Lakin 3 şəxsiyyət pozuntusu qrupu var, ABC qrupları və bu qrupların heç birinə aid olmayan bir pozuntudur. Çünki onun özünün də ayrıca bir qrupu var. Şəxsiyyət parçalanmaları qrupu 4-cü qrup olaraq gedir. Lakin ABC qrupundan sonra olan D qrupu yoxdur. Sadəcə ayrı bir xəstəlik, ayrı bir neuropsixodegenerativ pozuntudur. İndi PDF-i sizinlə paylaşacağım və onun üzərindən sizə izahlar verəcəm ki, bu şəxsiyyət pozuntusu neyrobioloji əsasları nələrdir, beynin hansı hissələrini zədələyir və insanın sosial münasibətlərinə necə təsir edir. Ekran paylaşımı əgər görsənməsə mənə bildirərsiniz. Səsim gəlir sizə. Bəli, gəlir. Deməli, şəxsiyyət pozuntusu anlayışından başlayaq əvvəlcə, sonra parçalanmış şəxsiyyət pozuntusuna gedək. Biz bilirik ki, insan ümumiyyətlə bir şəxsiyyət olaraq emosional, bioloji və sosial amillərin, həm də sosial faktorlar təsir etdikdə və normalar pozulduqda artıq insanda normadan kənar psixoloji problemlər əmələ gəlir. Bu problemlərin hər birini özündə cəmləşdirən, normaları əhəmiyyətli dərəcədə pozan problemlərdən biri də şəxsiyyət pozuntusudur. Şəxsiyyət pozuntusu müəyyən dövrdə birdən-birə ortaya çıxan və hansısa bir dərman və yaxud da terapiya üsulu ilə tamamilə sağlanan bir problem deyil. Müəyyən psixoterapiyalar vasitəsilə, dərman dəstəyi ilə təsiri zəifləyən, həyatı daha normal səviyyədə yaşamağa kömək olan yollar var əlbəttə ki, bundan danışacağıq. Amma şəxsiyyət pozuntusu yeniyetməlik dövründə öz ilişkin əlamətlərini göstərir, lakin onun kökləri uşaqlıq yaşına gedib çatır. İndi isə danışaq şəxsiyyət parçalanmasına və ya yeni materiallarda gedən adıyla dissosiativ şəxsiyyət pozuntusundan. Xarici mənbələrdə buna DID olaraq da oxuya bilərsiniz. Dissosiativ şəxsiyyət pozuntusu insanın yaddaşını, şuurunu, şuuraltını və kimliyində olan məlumatların parçalanması və bölünməsidir. Biz burada alter anlayışını baxacağıq. Alter nədir? Yəni şəxs parçalanması zamanı insanın şuurunda 2, minimum 2 və 100-ə qədər parçalanmış kimliklər ola bilir. Bu yaranan kimliklərə biz alter egolar deyəcəyik. Ego insanın şəxsiyyətinin mən təbəqəsidir. Alter egolar isə o mənlərin parçalanmış yaranması. Deyərsiniz.
Şəxsiyyət pozuntusunun ümumiyyətlə yaranma səbəbləri dedim ki, əsasən uşaqlıq travmalarına dayanır. Siz ekranda görə bilərsiniz ki, mən şəxsiyyət pozuntularının yaranma səbəblərini ən azdan ən geniş yayılmış səbəblərə qədər düzmüşəm. İlk olaraq deyim ki, şəxsiyyət pozuntusunun yaranması üçün mütləq uşaqlıq yaşlarında ağır bir travma keçirmək, yəni əsasdır. Uşaqlıq yaşlarında yaşanan psixoloji, fizioloji və yaxud da cinsi zorakılıqlar gələcək yaşlarda şəxsiyyət parçalanması kimi büruzə verir. Filmlər fraqmentlərə baxanda biz artıq bu dediklərimin nə mənaya gəldiyini anlayacağıq. Yəni, uşaq müəyyən bir dövrdə gərginlik altında, təzyiq altında, zorakılığa məruz qalarsa və beyin öz sabitliyini təmin edə bilməzsə, bu problemlərdən qaçmaq üçün özünə yeni şəxsiyyətlər yaradır və bu şəxsiyyətlərdə xoşbəxt olduğunu düşündüyü həyatına davam edir. Uşaqlıq travmalarından sonra daha az xəstəliyə səbəb olan amillərdən biri də ətraf mühitdir. Ətraf mühitində nəyi nəzərdə tuturam? Oxunulan kitablar, baxılan filmlər və yaxud da akran zorakılığı deyirlər. Yəni, məsələn, məktəbdə və yaxud da universitetdə ətrafında olan insanlar tərəfindən hər hansısa bir dışlanmaya məruz qalmış uşaqlarda bu görülə bilər, amma bu da yenə təkcə səbəb olmur. Mütləq bunun əsasında hər hansı bir uşaqlıq travması dayanmalıdır. Sonra gəlirik buna nisbətən daha az xəstəliyə səbəb olan bir əlamətə. Bu da sosiomədəni faktorlardır. Yəni, ətraf mühit amilləri, havanın şəraiti mi deyək, ekoloji amillər mi deyək, bunlar ola bilər. Əlbəttə ki, çox az ehtimal və ən az ehtimal da bioloji və genetik həssaslıqdır. Ümumiyyətlə, insan genində biz genetikaya nəzər salsaq, bizim hansısa bir genetik kodumuzda dissosiativ şəxsiyyət parçalanması əlamətini daşıyan xromosom və yaxud da kod yoxdur. Bu sonradan yaranan və səbəbi uşaqlıq yaşına dayanan bir problemdir. Yəni, ona görə bunu ən az əlamət kimi qoyuruq. Nəsildə meyilli ola bilər, amma bu yenə dediyim kimi bizim DNT-mizdə elə bir halqa yoxdur ki, o şəxsiyyət parçalanması əlamətini daşısın. Digər səhifəyə keçək. Əsas əlamətlərindən danışacaq digər səhifədə. Əsas əlamətləri biz deyəndə ki, klinik psixoloq və yaxud da psixiatr necə olur ki, diaqnoz qoyur və bir insana şəxsiyyət parçalanması diaqnozunu verə bilir. Əsas əlamətlər nədir? İlk olaraq bir orqanizmdə, yəni bir insanda fərqli xarakterə, səsə, cinsiyyətə, yaşa, hətta peşəyə və hətta fərqli dillərə məxsus insanların mövcud olmasıdır. Həmin şəxslər bir orqanizm tərəfindən, bir beyin tərəfindən idarə edilir, lakin beynin müəyyən bölmələri onları idarə etdiyi üçün onların fərqli xasiyyətləri olur. Xəyallı Muradın yazdığı Alter kitabı haqqında nümunə vermək istəyirəm. Qeyd edim ki, bu kitab Azərbaycanda şəxsiyyət parçalanması haqqında yazılmış ilk kitabdır. Yəni, oxusaz çox yaxşı olar, çox maraqlı kitabdır. Hətta psixologiya sahəsində olmayanlar belə bu kitabı oxuya bilər. Kitabda belə bir səhnə var. Səhər bir qadın ayılır, oyanır yuxudan, güzgüyə baxır və güzgüdə özünü tamamən əks cinsi nümayəndəsi olaraq görür. Üzündə saqqalların olduğunu, orqanizmdə müəyyən fizioloji dəyişikliklər olduğunu müşahidə edir və bu ona normal gəlir. Çünki özünü normal olaraq, kişi olaraq qəbul edir, amma əslində belə deyil. Normal ego özü, ego dediyim, yəni şəxsiyyətin normal forması, anadan gəlmə olaraq qadın orqanizmidir, yəni insan qadındır. Hər hansı bir peşəyə sahib deyildi, düz xatırlayıramsa. Amma güzgüdə gördüyü əksi kişiydi. Hətta o qadın şəxsiyyətinə qayıdandan sonra qorxurdu ki, öz üzünə, orqanizminə zərər verə bilər hansısa hərəkətləri ilə. Yəni, dediyim kimi, alterlər müxtəlif xüsusiyyətlərdə ola bilər. Daha sonra dediyim kimi, beynin müəyyən hissələrlə idarə olunduğu üçün onlarda reallıq qopur. Özünü qavrayış qopur. Buna depersonalizasiya və yaxud da derealizasiya deyirik. Depersonalizasiya şəxsiyyətin özündən kənarlaşması və özünü kənardan izləməsidir. Derealizasiya isə məkandan qopmadır. Yəni, məkandan və personadan qopmaq şəxsiyyət pozuntularında ən çox görülən əlamətlərdən biridir. Bu da seans müddətində nəzərə çarpır, psixoloq bunu görə bilir. Bir də gündəlik xatirələrin və şəxsi məlumatların unudulması qeyd etmişəm. Buna da amneziya deyə bilərik. Bu, yəni post-travmatik amneziya da adlana bilər. Çünki dediyim kimi, şəxsiyyət pozuntusu, əsasən də parçalanmış şəxsiyyət pozuntusu travmadan sonra meydana çıxdığı üçün keçilir. Burada dərman maddəsindən istifadə olunmur. Ümumiyyətlə, şəxsiyyət pozuntularında dərmanların heç biri konkret bir müalicə üsulu deyil, xəstəliyi sağaltmır. Sadəcə simptomları
effektiv birləşdirə bilər. Məsələn, amneziya, yuxusuzluq, iştahsızlıq, ümumi narahatlıq, gərginlik, stres hallarını yavaşlada bilər. Bu qədər. Yəni başqa hansısa bir müalicə əsası gözlənmək onlarda. Kognitiv davranış terapiyasından əlavə olaraq psixodiaqnostik və psixodinamik psixoterapiya da var. Bu da daha çox məhkəmədə istifadə olunur, kriminalistikada. Heç birimizə lazım olmasın. Amma əgər kiminsə marağı varsa kriminal psixologiyaya və ya hüquq psixologiyasına, yadda saxlayın ki, psixodinamik psixoterapiya hər hansısa bir günahkar və yaxud da hər hansısa bir cinayət və yaxud da oğurluq halları ilə və yaxud da zorakılıq, təcavüz kimi hallarla ittiham olunan şəxsləri bu şəkildə terapiya edərək həmin cinayət halı və yaxud da xoşagəlməz hal baş verən müddətdə günahla ittiham olunan şəxsin psixi vəziyyətini müəyyən etmək üçün istifadə olunan bir terapiya üsuludur. Sonra sizə bir maraqlı sual verəcəm. Görək o sual yanaşmanız necədir? Hər kəs cavabını səsli və yaxud da mesaj şəklində yazar, onunla müzakirə edərik. Sonra EMDR terapiyanı eşitmişsiniz yəqin ki, EMDR terapiya EM movement sözündən götürülür. Yəni göz hərəkətləri ilə çox ağır travmaların, hətta uşaqlıq travmalarının, yəni dissosiativ şəxsiyyət pozuntusunun belə effektiv bir müalicə üsuludur. Bu da klinik psixoloq və tam təcrübəli psixoterapevt tərəfindən keçirilməlidir. Digər səhifəyə keçək. Aha, görünlərimiz qalıb burada. Bir də kiməsə link gəlməyib, mən yenidən link göndərəcəm. Çünki mənə yazıb qoşulmaq istəyənlər var. Mən sizə videoları göndərmişəm. İstəyirsinizsə, əvvəlcə göndərdiyim beyin şəkillərinin altını, beynin hissələri üzərində fərqlilikləri izah edeyim. Burada mənim şagirdlərimdən də qoşulanlar var. Onlara maraqlı olacaq o şəkildə. Onlar bunu 100% edəcək, baxan kimi. Ondan danışaq, gəl beyin hissələrindən danışaq. Beyində hansı hissələrə nüfuz eləyir? Yəni, neyrobioloji əsası nədir şəxsiyyət pozuntusunun? Şəxsiyyət pozuntusu ümumiyyətlə ilk olaraq limbik sistemə təsir eləyir. Psixologiya elmində, universitetdə başlayacaq ilk ilimizdə keçəcəyimiz əsas mövzulardan biri mərkəzi sinir sistemi və onun anatomiyası və fiziologiyası mövzusu olacaq, həmçinin sensor sistemi. Orqanizmimizin, insan orqanizminin sensor sisteminə limbik sistem aiddir və limbik sistem bir neçə əsas, yəni orqanizm üçün zəruri olan hissələrdən ibarət. Limbik sistemi beyin əhatə edir. Beynin içərisində bizim yaddaş mərkəzimiz var. Hansı ki, qısa müddətli yaddaş, burada uzun müddətli yaddaşa çevrilir. Bu hissə adlanır hipokampus. Şəxsiyyət pozuntusu zamanı demişdim ha sizə, posttraumatik amneziya, yəni travma sonrası bir yaddaş pozuntusu baş verir. Həmin o yaddaş pozuntusu beynin yaddaş mərkəzinin pozuntusuna əlaqəlidir. Yəni şəkildə görürüz hipokampus. Daha sonraki şəkillərdə siz singulat korteksi görəcəksiniz. Prefrontal korteks verilib burada, beynin ön lobu, yəni ön hissəsi. Bu hissə bizim məntiqli düşüncəmiz, davranışımız, qərar vermə qabiliyyətimiz, yəni məntiqlə etdiyimiz, deyirik, bəzən qəlbinlə qərar ver, yoxsa beyinlə qərar ver. O beyinlə qərar verdiyimiz bütün hisslər prefrontal korteks tərəfindən idarə olunur və prefrontal korteksdə əhəmiyyətli dərəcədə dəyişiklik baş verdiyi üçün insan daxilində müxtəlif şəxsiyyətlərin yaşadığını düşünür. İndi singulat korteksə baxaq. Aha, şəkildə biz singulat korteksi burada görürük. Demək, anterior singulat korteks və yaxud da sadəcə singulat korteks gördüyünüz ki, prefrontal korteksin arxa hissəsində yerləşir, mavi rənglə işarələnib və singulat korteks tərəfindən orqanizmimizdə emosional proseslər idarə olunur. Emosional proseslər pozulur şəxsiyyət pozuntusu zamanı. Əlbəttə ki, bunu istəməyə də ehtiyac yoxdur. Zaten görürük insanın duyğu durumunda dəyişiklikləri. Bir də qarşıda frontal lob var. Frontal lob 25 yaşdan sonra inkişaf edən və insanın qərarlarına əhəmiyyətli dərəcədə təsir edən loblardan biridir.
Frontal lob da prefrontal korteksin bir hissəsidir. O haqda çox ətraflı danışmayacağam, çünki artıq o neyrobiologiyaya gedir. Amma singulat korteks dissosiativ şəxsiyyət pozuntusunda ən əsas mərkəzlərdən biridir ki, o zədələnir və bizim pozitron emissiya tomoqrafiyası dediyimiz PET testlərində də həmin singulat korteksə rəng dəyişiklikləri müşahidə olunur. Beyin tomoqrafiyasını nəzərdə tuturaq. Digərinə keçək. Aha, burada biz amigdalanı görürük. Əgər Instagramda psixologların səhifələrində və yaxud da psixoloji materiallarda oxusanız, hər zaman görəcəksiniz ki, bir əldə amigdalanı tuturlar, bir əldə prefrontal korteksi tuturlar. Bəs bu nə deməkdir? Bu deməkdir ki, bizim orqanizmimiz, bütün duyğu, hiss və emosional vəziyyətlərimiz iki əsas mərkəz üzərində toplanır. Amigdala və prefrontal korteks. Məsələn, əvvəlcə kiçik bir nümunə göstərim, sonra dissosiativ şəxsiyyət pozuntusuna əsaslandıraq bunu. Marketə girirsiniz və deyirsiniz ki, məsələn, mən şokolad almaq istəyirəm. Şokolad almaq istəyirəm dediyiniz hissə beyninizin amigdala hissəsidir. Amigdala deyir ki, sən şokolad almalısan. Prefrontal korteks deyir ki, evdə sənin şokoladın var. Buna ehtiyac yoxdur indi. Yəni, israf eləmə. Neynədir? Prefrontal korteks məntiqli bir əsas verdi sizə. Amigdala isə emosional olaraq sizin o anki zövqünüzü və istəklərinizi düşündü. İndi başa düşdük ki, amigdalanın funksiyası nədir? Amigdala əsasən duyğusal vəziyyətləri və limbik sistemi idarə edir. Amigdala pozulma ilə baş verəcək o zaman. Deməli, duyğusal vəziyyətlər pozulacaq, emosional dalğalanmalar və duyğu durum dəyişiklikləri baş verəcək. Bu da dissosiativ şəxsiyyət pozuntusunda alterdən alterə dəyişdikcə baş verən bir vəziyyətdir. Keçə bilərik digər səhvəyə zəhmət olmasın. Aha, şəkildə gördüyünüz hipokampusdur. Hipokampusun beynin hissəsi canlı hissəsi. Yanında da dəniz atını görürsünüz. Hipokampus sözünün mənası dəniz atı deməkdir. Beynin prefrontal korteksində singulat korteksə qədər olan hissləri birləşdirən bir körpü olduğu üçün onu deməli, xarici ədəbiyyatlarda dəniz atına bənzədirlər. Ona görə bunu yerləşdirmişəm. İndi keçək biz fragmentlərə baxaq. Film haqqında bir ümumi danışım. Gedin hər biriniz, əgər bu mövzu marağınızı çəkirsə, diqqətinizi cəlb etdir, Split filmini izləyin. Adını istəyirsiniz şərhlərdə yazın. Aha. Split filmi 2000-ci ildə başlayır, yoxsa 2009-cu ildə başlayır və ən sonuncu 3-cü versiyası artıq 2019-cu ildə yekunlaşır. Split filminin əsas fərqi nədən ibarətdir? O haqda danışın. Burada baş qəhrəman Kevindir. Kevin uşaq vaxtından anası tərəfindən zorakılığa məruz qalır. Burada düşünürəm ki, daha az yaşlı izləyicilərimiz var. Ona görə bu hissəni biraz ötürərək danışacağım. Burada anası tərəfindən kəmərlə döyülür, fiziki, emosional və cinsi zorakılıqlara məruz qaldığı üçün daimi travma və qorxu altında yaşayır. Evində, yəni uşağın evdə ehtiyacı olduğu heç bir ehtiyac ödənilmir. Yəni istər sevgi olsun, istər mərhəmət, təhlükəsizlik, güvən hissi, bunların heç biri olmur. Və nə olur? Orqanizmi, onun beyni daim gərginlik altındadır. Daim qorxu və təhlükə hiss edir. Bir yerdən sonra beyin bu travmanı, bu gərginliyi qaldıra bilmir, dözə bilmir və başlayır özündən xoşbəxt olacağı fərqli şəxsiyyətlər yaratmağa. İndi birlikdə izləyəcəyik ki, hansı şəxsiyyətlər yaranır. Kevinin beyni buna dözməyib, identik vəziyyətlər yaradır, yəni parçalanmış şəxsiyyətlər yaradır və bu şəxsiyyətlərə biz alter deyirik. Bu şəxsiyyətlərdən əsas üçünü sizə danışmaq istəyirəm. Birincisi, şəxsiyyət Dennisdir. Dennis nizam-intizamı sevən və nəzarəti ələ alan şəxsiyyətdir. Məsələn, bir gün oyanır, Dennis olaraq oyanır və nizam-intizamı sevən, nəzarəti ələ almağı bacaran bir şəxsiyyət olaraq oyanır. İndi sizə sual verirəm. Sizcə, Kevinin daxilində Dennis alteri, yəni Dennis şəxsiyyəti nəyə görə yaranıb? Onun hansı psixoloji vəziyyətini düzəltmək üçün yaranıb? Dənizə açara bilərsiniz, şərhlər də yaza bilərsiniz. Burada mesaj hissəsi var. Esin Demir.
Səbinə xanım, zəhmət olmasa biz fraqmentləri açaq, onları izləyəcəyik indi. Hər kəs buradadır. Məndə internetdə problemlər var, çox üzr istəyirəm. Tez açır mənə. Bu videonun səsi yoxdur. Desəm. Aha, bu videonu izləyin. Buradakı Kevin, baxın bu kişidir. Bu kişinin hərəkətlərinə diqqət edin və divardakı şəkillərə baxın. Divarda şəkillər var, oyuncaqlar var. Şəkillər professional çəkilməyib, yəni uşaq tərəfindən çəkilib. Hərəkətləri də, yəni görürsünüz də bizim yaşlı insanların məntiqli görməyəcəyi hərəkətlərdir. Yəni uşaq hərəkətləridir. Burada Kevinin daxilində yaranan şəxsiyyət, deməli, Hedwigdir. Hedwig, diğer videonun aşağısında. Hedwig 9 yaşındaki şəxsiyyətdir. Hansı ki, uşaq kimi davranır, şəkillər çəkir, rəqslər edir və mahnılar oxuyur. Hedwig Kevin'in uşaq vaxtı yaşaya bilmədiyi uşaqlığını ona yaşatmaq üçün daxilində beyninin ortaya çıxardığı bir şəxsiyyət. Burada bundan başqa bir videonu izləyək, sonra keçək buna. Aha, buna baxaq, daha qısa videodur bu. Aha, burada gördüyünüz şəxsiyyətə diqqət edin. Gözümdə iynəyin olması, deyəsən diğer videoda iynə yox idi, tam xatırlamıram, amma mimikalarına fikir verin. Dişlərini sıxıb, bədəni gərgin vəziyyətdədir. Deməli, nizamlı vəziyyətdə dayanıb, nəzarət etməyə çalışır hisslərinə və ətrafına. Və ətrafda, ekranda, yəni bizim izlədiyimiz filmlərdə ətraf mühit belə, yəni ətrafda olan insanlar, işıq, bunların hamısı səhnənin bizə ötürmək istədiyi duyğu vəziyyətini idarə etmək üçündür. Yəni, izlədiyiniz heç bir şey, hətta rəng çalarları belə təsadüfi deyil. Ətrafda görürsə ki, bulanıqdır, Denis mərkəzdədir. Denis bayaq dediyim kimi intizamı sevən və nəzarətə alan şəxsiyyətdir. Yəni, uşaq vaxtı daim nəzarət altında olub, heç vaxt hisslərinə, başına gələcəklərə, növbəti yaşaya biləcəyi travmaya nəzarət edə bilməyən, hər zaman hardan hara savrulacağı bəlli olmayan bir uşaqlıq keçirdiyi üçün onun beyni özünə Denis kimi hər şeyi idarə edə bilən güclü bir xarakter yaradır. İndi onun bir şəxsiyyəti də var. Burada görünüşü yoxdur, amma izləyəcəyik videosunda. Patricia var. Patricia onun sakit və ana qayğısını xatırladan şəxsiyyətidir. Hətta Patricia qadın şəxsiyyətidir. O iki qızı qaçırır. Sonra qızların növbəti taliyi nə olur xatırlamıram, çünki çoxdan izləmişəm bu filmi, amma bilirəm ki, o qızları qaçıranda qızların arasında bir diyalog keçir. Bu şəkildə videoda gördüyünüz qız yox, digər qız. Ondan soruşur ki, bəs sən qadınsan yoxsa kişi? O kişi olduğunu deyir. Amma ki, onları qaçıran müddətdə onun alter olaraq oyanan şəxsiyyəti Patricia idi. Patricia isə sakit və ana qayğısını xatırladan şəxsiyyəti idi. Yaxşı, məncə bu çox asan sualdır, amma yenə də cavab verək. Sizcə Patricia, yəni ana qayğısını xatırladan şəxsiyyət, onun daxilində niyə oyanıb? Cavab verər bu suala. Burada Lalə xanım var, Türkan xanım var, Təranə xanım, hətta Ahu da buradadır. Ahu xanım kim cavab verər? Salam Məryəm xanım. Mən düşünürəm ki, məncə o onda əksik olan duyğulara görə dəyişim yaşayır, yəni. Aha, yəni Patricia şəxsiyyəti onda dediyim kimi anasından
zorakılıq görüb, ana qayğısını yerinə qoymaq üçün yaranır. Yenə də Hüseyn xanımın dediyi kimi əksi olan vəziyyət tamamlamaq üçün, yəni ana qayğısı əksi idi, ana qayğısını tamamlamaq üçün onda həmin qayğıkeş qadın xarakteri oyanır. İndi videonu izləyək. Videoda izləyəcəyiniz görüntü Kevinlə onun psixiatr arasında gedən bir diyaloqdur. Videonu arada saxlayarsınız, mən orada tərcümə edərəm. Burada diyalog keçir. Diyalogda mimikalara fikir verin. Kevin, yəni əsas şəxsiyyət Kevin deyirəm, çünki digər yaranan şəxsiyyətlər real deyil. Kevin bu kişi özüdür və Kevin burada deməli sabit formadadır. Diqqət edin. O dediyim Split filmi şəxsiyyət parçalanmasını real formada, tam real formada əks etdirmir. Yəni filmdə əlbəttə ki, izləyicini cəlb etmək üçün müəyyən uydurmalar, real olmayan formalar var. Bu seansda real olmayan əsas şey odur ki, birincisi psixiatrımız burada gülümsədiyini, biraz istehsalı mimikalar göstərdiyini, kinayə ilə yanaşdığını görə bilərik. Bu əlbəttə ki, tamamilə yanlışdır, mümkün deyil belə bir hal. Hətta normal dediyimiz çərçivələrdən kənara çıxmayan pasientlərdə belə qətiyyən hər hansı bir mimika ilə cavab verib bilməyik pasientə. Biz bunu emosional regulasiya deyirik. Hətta bəzən mən filmə baxanda ya da çox gərgin bir şeylər oxuyanda özümü video çəkirəm ki, emosional regulasiyanı bərpa edə bilim. Heç bir mimika göstərmədən orada olan səhnəni izləyə bilim. Psixiatrın etməli olduğu buydu. Yəni birinci səhv budur, buna diqqət edək. Və indi səhvi kənara qoysaq, burada psixiatr ona deyir ki, sən bistsən, bist yəni ingiliscə belə deyək də bədheybət deməkdir, qorxudur. Xoşa gəlməz şəxsiyyətdir. Hətta Gözəl və Bədheybət filmindəki sözdən götürülmüş ola bilər, bist. Deyir ki, sən bistsən, yəni sənin bist şəxsiyyətin oyanlar. Bu da deyir ki, mən bist deyiləm, mən Denisəm və yaxud da mən Kevinəm. Öz xarakterini qəbul edir. Və burada Kevin düşünür ki, onun iki xarakteri var. Denis var və Hedwig var. Patricia'nın, yəni qadının varlığından xəbərsizdir və bədheybətin varlığını da inkar edir. Filmdə burada bədheybəti göstərilir ki, bədənində damarlar uyanır, gözləri qızarır, insanlara hücum edir. Amma yadda saxlayın ki, şəxsiyyət parçalanmasında qətiyyən belə hallar mövcud olunur və şəxsiyyət parçalanması olan şəxslər 90% cəmiyyətə zərərsiz olan şəxslərdir. Yəni, bu videonun sonuna qədər də izləsəz əgər görəcəksiniz ki, psixiatrın dediklərini inkar edir. Digər videoya keçək. Burada səs düşməyib, yəni. Mən dediklərin hamısını dedim sizə. Söylememem gerek, hayır. Ama insanları... Orada Kevin'in qaçırdığı, dediyim kimi, iki qadın olur, iki qız olur. O qızlardan biri Kevin ona deyir ki, bəs mən bunu deyə bilmərəm. Qız deyir ki, sən nəyi deyə bilməzsən? Kevin onu 9 yaşında olduğunu deyir. Qız ondan soruşur ki, sən bizi qaçıran kişi deyilsən. O da deyir ki, nə, mən sizi qaçırmamışam. Mənim 9 yaşım var, mən oyuncaqlarımla oynayıram. Və qız şok olur. Qız orada mimikalarına görəcək başqa düşür ki, artıq onları qaçıran şəxsiyyət başqaydı. Burada o qızla da şəxsiyyət başqadır. Yəni əslində bu həqiqətən də orada 9 yaşında şəxsiyyətindədir. Onun hərəkətlərindən, danışığından, adının Hedwig olduğunu deyəndə, o uşaq məsələn adını deyəndə utanaraq çiyinlərini başına doğru yaxınlaşdırır. Hətta o davranışından belə görə bilərik ki, həqiqətən də 9 yaşındakı şəxsiyyətin baş qaldırır. İndi sizə belə bir sual vermək istəyirəm. Bayaq dediyim sual gəlib çatdı. Sizcə hansısa bir cinayət halında, hansısa bir deyək də, günahla, hansısa bir təqsirlə ittiham olunan zaman məhkəmədə şəxsiyyət parçalaması olan insanlar cəzalanırmı? Yəni, ağır cəza məhkəməsində onlara uyğun, müvafiq bir cəza tətbiq olunurmu? Hər kəsin fikri maraqlıdır mənə. Təsəvvür edin ki, Kevin kimi biri bir cinayət ağır cəzalar məhkəməsinə aparırlar
Orada kriminal psixoloq dayanıb, məhkəmə hüquqşünas, vəkil bunlar dayanıblar və hansısa bir cinayət mövzusu ilə təqsirləndirilir. Sizcə bu Kevinə və yaxud da hər hansısa bir şəxsiyyət pozuntusu insana bir ağır cəza tətbiq olunarmı? Azadlıqdan məhrum etməyə və yaxud da maddi pul cəzası. Fikirlərinizi səsli formada deyə bilərsiniz. Heç kimin bu haqda bir şey yoxdur mu? Yəni, misal siz deyin ki, sizcə cəza tətbiq olunlar mı, yoxsa olunmaz mı? Mən sizə bunu kriminal psixologiyada həmçinin bunlar konkret şablon olan qaydalardır. Bu əsasında məlumat verim. Əgər düşünsədə şəxsiyyət pozuntusu olan bir insan cinayət törədirsə, zorakılıq törədirsə və yaxud da oğurluq kimi hər hansı bir başqa məşğul zorakılığı da ola bilər hallara qoşulursa və bu günahla ittihamlı olunursa, bu məhkəmədə mütləq 2 nəfər onun ətrafında mülahizə yürüdə bilər. Hakimdən əvvəl deyirəm əlbəttə ki, hakim son qərarı verir. Burada onun haqqında fikir bildirə bilən ilk şəxs onun vəkilidir, ikincisi onun kriminal psixoloqudur. Kriminal psixoloqun burada vəzifəsi odur ki, o dinamik psixoterapiya vasitəsilə həmin şəxsin, təqsirləndirilən şəxsin cinayət saatında, cinayət törədən zaman hansı şəxsiyyətdə, hansı alterdə olduğunu müəyyən edir. Burada 3 hal mövcud ola bilər. Bir, günahkara ağır cəza tətbiq olunur, yəni tam cəza tətbiq olunur və cəzadan yayıla bilmir. İkinci hal yüngülləşdirilmiş cəza tətbiq olunur, üçüncü hal isə heç bir cəza tətbiq olunmur. O zaman tam cəza tətbiq olunar ki, yəni normal sağlam bir insan cinayət törədəndə tətbiq olunan cəza vaxt tətbiq olunar ki, bu şəxs öz egosundadır, yəni öz şəxsiyyətində heç bir alter yoxdur və bu şəkildə bilinçli halda cinayət daxilində verir. O zaman yüngülləşdirilmiş cəza tətbiq olunur ki, bu şəxsin alteri yarı əslində yox, həm emosional vəziyyətli, həm də iradəsinin qarışıqlı şəkildə bu cinayəti törədir və vəziyyətdən tam da xəbərdar deyil. Elə bir ki, gündən baygın vəziyyətdə olur. O zaman cəzadan tam olaraq yaxa qurtara bilir ki, yəni istər maddi, istərsə də azadlığı barədə heç bir cəza almır ki, artıq bu şəxsiyyət, bu insan daha doğrusu, hər hansı bir alter egosunun təsiri altındadır. Parçalanmış şəxsiyyətlərdən biri bunu həyata keçirir. İnsanın bundan heç bir xəbəri yoxdur. İradəsi, yəni prefrontal korteksi burada heç bir rol daşımır. Singulat korteks tamamilə idarəni itirib və hətta cinayət xatırlamır. O zaman məcburi şəkildə psixi xəstəxanaya, sinir xəstəliklər xəstəxanasına yatırılır və mühafizə olunmuş vəziyyətdə bir otaqda təqsirləndirilmədən müalicə, müayinə olunur. Azadlıqdan orada məhrum olunur, amma ki, həbsxanaya göndərilmir. Yəni, əslində bu cinayət cəzasının, cinayət halının cəzası olmadığı üçün cəzadan boyun qaçırmış hesab olunur və məhkəmə onu azad hesab edir. Bir şərtlə ki, psixi xəstəxanaya sövq edilir. Bu formada 3 şəkildə, yəni onların qərarı verilə bilir. Bu şəxsiyyət parçalanmasına aiddir. Son olaraq demək istədiyim odur ki, disosiativ şəxsiyyət pozuntusu müalicəsində istər hipnoz terapiyası olsun, istər CBT olsun, əsas məqsəd şəxsiyyətləri məhv etmək deyil, yaranan şəxsiyyətləri yox etmək, insanı bir vahid şəxsiyyətlə birləşdirmək bizim məqsədimiz deyil. Biz zaten bu insanı
hər birimiz kimi normal bir vəziyyətə gətirib, heç nə olmamış kimi həyatına davam etdirə bilmərik. Şəxsiyyətləri məhv etmək yox, travmanın təsirini azaltmaq, identik vəziyyətləri stabilləşdirmək və həmin şəxsiyyətlər arasında əməkdaşlığı artırmaq da əsas vəziyyət. Çünki həmin xəstə psixiatriya müraciət edəndə bəzən emaillər yazaraq, bəzən zənglər edərək və hətta danışaraq öz şəxsiyyətlərini inkar edir və yaxud da şəxsiyyətin biri digərinə ziyan vurmağa çalışır. Əslində çox dəhşətli vəziyyət. Təsəvvür edin ki, orqanizmdə olan bir şəxsiyyət bir ziyan vurmağa çalışır. Alterlər arasında əməkdaşlığı artırmaq və pasientin sosial funksionallığını bərpa etməkdir məqsədimiz. Bu zaman dərman terapiyası dediyim kimi sadəcə dəstəkləyici terapiyadır. Klinik psixoloqun müdaxiləsi mütləqdir ki, kognitiv davranış terapiyası da olunsun. Bu mövzu haqqında hansısa bir sualınız varmı? Kitabın adını qeyd etdiyim Xəyaldə Muradın Alter kitabı oxuya bilərsiniz. Nazik bir kitabdır. Şəkil də bayağı ekran paylaşılanında paylaşıldı. Filmin də üz qapağı paylaşıldı. İstəsəniz yenə də göndərirəm. Səbəbinə göndərər. Kitab buyur verəm. Təminə xanım, əgər sualın yoxdursa, sözünüz yoxsa yekunlaşdıra bilərik. Əgər sual yoxdursa, bəli, sonlandıra bilərik təlimi. Qoşulan hər bir kəsə təşəkkürümü bildirirəm. Məryəm xanıma vaxtını ayırdığına görə bizi maarifləndirdiyi üçün təşəkkür edirəm. Bu qədər. İnşallah gecəniz xeyrə qalsın. Mən də təşəkkür edirəm. Sağ olun, gecəniz xeyrə qalsın.